Azze və Cəllə buyurur ki, hədis-i qudsi, ey qullarım, mənim yedirtdiyimdən başqa hamınız açsız. Elə isə məndən yemək istəyin, mən sizi yedirim. Ey qullarım, mənim geyindirdiyimdən başqa hamınız çılpaqsız, elə isə məndən libas istəyin və mən sizi geyindirim. Hədisin bu hissəsi göstərir ki, deməli, bütün bəndələr Allah Azze və Cəllənin lütfüne, Allahın rəhmətinə möhtacdır. Doğrudan da bugün əynində libas olan, qarnı tox olan anlamalıdır ki, onu geyindirən və onu yedirib, onu doyuran Allah Azze və Cəllədir. Əynində olan paltara bax, onun xam malından tut, onun xam malını yaradan və o xam maldan bu necə düzəldilməlidir, onu insana öyrədən Ar-Rahman, Alləməl Qur'an, xaləqəl insan, alləməhul bəyan və ya iqra bismi rabbikəlləzi xalaq, xaləqəl insana min alaq, iqra və rabbukəl əkram, əlləzi alləmə bil qələm, alləməl insana mə ləm ya'ləm. İnsanı bilmədiyi hər şeyi Allah Azze və Cəllə öyrədir. O xam malı yaradan, ondan bu libası necə düzəltmək lazımdır, onu insana öyrədən və bunu sənə qazandıran, ruzu olaraq verən kimdir? Allah. Deməli, bu libası sənə geyindirən kimdir? Allah Azze və Cəllə. Ona görə Allah Azze və Cəllə buyurur ki, ey qullarım, mənim yedirdiyimdən başqa hamınız açsız. Elə isə məndən yemək istəyin və mən sizi yedirim. Yəni, başa düşün ki, yedirdən mənəm. Və mənim geydirdiyimdən başqa hamınız çılpaqsız. Elə isə məndən libas istəyin ki, mən sizi geyindirim. Və buradan başa düşülən nədir? Birinci fayda odur ki, deməli, insan onun fərqində olmalıdır ki, həm də hədisdə gələn şeylərə baxın, yemək, libas, adətən insanların Allahdan olduğunun fərqində olmadığı şeylərdir. Yəni, adətən belə baxanda insanların əksəriyyəti libasdan yoxsundur ya yox? Yoxsun deyil. Hər kəsin əynində onu örtəcək nəysə var. Hər kəsin mədəsinə atacaq önündə nəysə var. Ona görə insanın ki, əli bir şeyin daima üzərində olur, onu adətən nemət olaraq bilmir və ya Allahdan görmür. Ona görə hədisdə məhz bu şeylər gəlir. Yəni, başa düşün ki, bugün yer üzündə əynində libas olanı da geyindirən Allahdır. Bugün mədəsində bir loxma tikə olanı da onunla doyuzduran Allahdır. Deməli, birinci fayda nə oldu? Bütün bəndələr hər halları ilə Allah Azze və Cəlləyə möhtacdır. Ona görə Uca Allah buyurur ki, وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللّٰهِ رِزْقُهَا. Yer üzündə elə bir varlıq yoxdur ki, onun ruhsunu Allah verməsin. Bu birinci fayda.